iComp'un bugünkü qonağı Azərbaycanımızın gözəl güşəsi olan Şəmkirdən Rəşaddır. Rəşada təşəkkür edirik çünki bütün kompüter avadanlıqlarının seçimini iComp'dan edir. Rəşadın istəyinə əsasən biz ora 20 nüvəli Intel Core i7 14700KF prosesoru və onu soyutmaq üçün də 3 fanlı Liquid Maye soyucusu quraşdırdıq. Prosesor və videokartanın temperaturunu izləyə biləcəyiniz bir кейsə Z790 platası quraşdırdıq. Operativ yaddaş 32 GB DDR5 və 990 Pro 2 TB-lıq M2 sürətli SSD. Videokarta RTX 4070 Ti Super 1000 W'lıq Gold sertifikatlı qida bloku Zalmanın P50 keysinə. Son toxunuşlarımızı da etdikdən sonra sistem bloku korobkasına yığmağa hazırlaşırıq. Əminliklə deyə bilərəm ki, belə bir sistem blok istər interyer dizayn, istərsə də oyunlarda maksimal keyfiyyət verə biləcək. Keys bütövlükdə çox ağır və dəyərli olduğundan maksimal dərəcədə təhlükəsiz bir formada korobkasına qoymağa çalışıram. Və bunu da xatırladım ki, daimi müştərimiz Rəşad daha öncə iComp'dan 280 Hz'li Dell'in gaming monitorunu və Super Gaming aksesuarı da əldə edib. Sonda bəzi çatışmayan aksesuarların da modellərini təyin elədik və Rəşad qardaşımızı Şəmkirə yola saldıq. Xeyirli olsun, hər kəsə də qismət olsun deyək.